Yəni təşviş həyatımızın bir hissəsidir, düzdür. Amma bu nədən yaranır? İnsanlarda bir növ hal-hazırda tükənmişlik var, depressiv vəziyyət var. Heç kimin üzü gülmür nədənsə. Hər kəs daim güclü olmağa çalışır, görünməyə çalışır ki, mən güclüyəm. Heç kim zəif tərəfini göstərməməyə çalışır. Özümüz kimi olaq. Necə istəyirik elə məsəl üçün də. Zəifəmsə zəifəm, ağlamaq istəyirəmsə ağlayım, gülmək istəyirəmsə gülüm. Amma hər kəs bir özün sıxıb, hal-hazırda müşahidə edirik və təcrübələr də bunu göstərir ki, mən güclüyəm, daim bunu hər kəsə çatdırmaq istəyir, hər kəsə göstəriş kimi ki, mən güclüyəm, mən beləyəm. Yox, hər kəs güclü olacaq deyə bir şey yoxdur. Zəif tərəfimiz də var, güclü tərəfimiz də var. Mental dəyərlərə daha çox önəm verən insanlar da olur və daha çox kişilərimizdə olur ki, mən heç vaxt qadınlar, xanımlar və yaxud da dost-tanış məni zəif, məni aşağı görməsin. Çünki keçmişdən bizdə qalan bir stereotiplər deyək və yaxud da ki, sözlərmi deyək ki, sən zəif olma, yıxılsan sən daha da yıxıldacaqlar və yaxud da üstündən keçəcəklər.